Salam əziz ingilis dili həvəskarları, kanalıma xoş gəlmisiniz. Bugün Dövlət İmtahan Mərkəzinin doktorantura kitabı qrammatika mövzu 3-ü birlikdə işləyəcəyik. Əgər qrammatika sualları sizi də çaşdırırsa, playlistdən qrammatika bölməsini seçib daha çox belə videoları izləyə bilərsiniz. Əgər hazırsınızsa, gəlin vaxt itirmədən bugünkü suallara baxaq. Passage 3, Mətn 3, 21-ci sual. Most scientists agree comets are the biggest natural threat to human existence. Əksər alimlər razılaşırlar ki, kometlər insan yaşamına, mövcudluğuna böyük təhlükədir. Burada Azərbaycan dilinə tərcümədə belə biz razılaşırlar sözündən sonra ki deyirik. Əksər alimlər razılaşırlar ki. İngilis dilində də struktur bu şəkildədir. Ona görə cavab olmalıdır that. Most scientists agree that. Əksər alimlər razılaşırlar ki, kometlər insan yaşamına böyük bir təhlükədir. Bəs digər variantlar niyə olmur? A və C variantlarını çıxardırıq, çünki if və whether nəyinsə olub-olmamasını qəti bildirmir. Lakin cümlədə biz artıq görürük ki, alimlər razılaşıblar və burada qəti bir fikir var. Ona görə A və C variantlarını çıxardırıq. D variantında isə which nisbi əvəzlik verilibdir. Bizə isə burada bağlayıcı lazımdır. Ona görə burada which-i işlədə bilmərik. Cavab olur B variantı, that ifadəsi. 22-ci sual. It was probably a large comet with the Earth which wiped out the dinosaurs many years ago. Bu güman ki, böyük bir komet olub, yer kürəsi ilə nəsə baş veribdir. Hansı ki, illər əvvəl bu dinozavrların məhvinə gətirib çıxarmışdı. 22-ci sualın verilənlərinə baxırıq. A variantında clashing, toqquşmaq sözü verilib. B variantında həmçinin colliding, toqquşmaq sözü verilib. C-də hitting, D-də isə smashing, yenə də eyni mənalı sözlərdir. Zərbə endirmək, əzmək mənalarına gəlir. Biz burada, əgər lüğət bazamız möhkəm olsa, həmən başa düşürük ki, biz planetlərin toqquşmasından bəhs edən sözü seçməliyik. Bu söz isə collidingdir. Collide daha çox planetlərin, kometlərin, meteorların toqquşması zamanı istifadə olunur və with prepositionu ilə istifadə olunur. Collide with. A variantında clash, məsələn, people clash, car clash deyə bilərik. C variantında hitting, zərbə endirmək, D variantında smashing isə əzmək, qırmaq mənalarına gəlir. 23-cü sual. An enormous object, the Yucatan region of Mexico with the force of 100 megatons. Nəhəng bir şey, Meksikanın Yucatan bölgəsinə 100 megatonluq bir zərbə ilə, güc ilə çırpılmışdı deməliyik. A variantında deyilir, ayağı ilə vurulmuşdu. Yəni, loru dildə desək, təpiklənmişdi. B variantında düşmüşdü. Fall sözünün keçmiş formasıdır. C variantı strike sözünün keçmiş formasıdır. Struck, böyük qüvvə ilə dəymişdi, çırpılmışdı deməkdir. D variantında isə məğlub edilmişdi deyilir. Bu variantlardan sadəcə C variantı uyğundur. Çünki cümlə bu şəkildə olur. Nəhəng bir obyekt Meksikanın Yucatan bölgəsinə 100 megatonluq bir zərbə ilə çırpılmışdı. That is the equivalent of one Hiroshima bomb for every alive person. Bu, yer üzündə yaşayan hər bir insan üçün bir Hiroshima bombasına bərabər gücdür. According to scientists, any comet than 20 km in diameter. Gəlin birinci cümləni iki hissəyə bölək, sadəcə bura qədər tərcümə eləyək və cavabı tapmağa çalışaq. Deməli, alimlərin fikrincə, diametri 20 kilometrdən deməliyik. 24-də verilib greater-dən. Əgər burada ölçü işlənibsə, biz də ölçüyə uyğun bir cavab seçməliyik. A-da daha böyükdür. B-də diametri 20 kilometrdən daha yavaşdır deyə bilmərik. C-də diametri 20 kilometrdən daha sürətlidir və ya D-də daha güclüdür deyə bilmirik. Lakin greater tam düzgün səslənir. Məsələn, according to scientists, any comet greater than 20 km in diameter. Alimlərin fikrincə diametri 20 kilometrdən böyük olan hər hansı bir komet. Ona görə cavab olur A variantı. 25-ci suala baxırıq. Any comet greater than 20 km in diameter hits the Earth.
Buraya qədər oxumaq kifayət edir ki, biz düzgün cavabı tapaq. Deməli, kometdən söhbət gedirsə, artıq biz nədən söhbət getdiyini bilirik. İkinci dəfə what, nə ifadəsini seçməyimiz düzgün deyil. Comet və deyə bilmərik, C variantı da yanlışdır. Comet why deyə bilmərik, çünki comet səbəb bildirmir, niyəsini bildirmir. Ona görə D variantı da yanlışdır. Cavab olur B variantı. Hər hansı bir comet, hansı ki ifadəsi düzgündür. 26-cı sual. Cümləyə davam edirik. Deməli, hits the earth will result in the complete of complex life, including all animals and most plants. Cümlədə deyilir ki, əgər bu komet yerə dəyərsə, mürəkkəb həyatın tam nəyi ilə nəticələnəcək? Bu hadisə təbii ki, müsbət bir hadisə, pozitiv bir hadisə deyil, negativ bir hadisədir. Ona görə biz pozitiv sözləri çıxartmalıyıq. 26-da verilib restoration və recovery sözləri. Restoration və recovery eyni mənalı sözlərdir, bərpa mənasına gəlir. B-də destruction, məhv olma, dağıdılma, D-də isə preservation, qoruma sözü də pozitiv mənalı bir sözdür. Ona görə D variantı da olmur, cavab olur destruction, dağılma, məhv olma sözü. Cümlənin tam tərcüməsi bu şəkildə olacaq. Alimlərin fikrincə, diametri 20 kilometrdən böyük olan və yerə dəyən hər hansı bir komet mürəkkəb həyatın tamamilə məhv olmasına səbəb olacaq. Heyvanlar və bir çox bitkilər də daxil olmaqla. Even a much smaller asteroid can great damage. Hətta daha balaca bir asteroid də ziyan verə bilər. A variantında deyilir remove, yəni ziyanı aradan qaldıra bilər. Həmçinin C variantında da clear away, silmək, aradan qaldırmaq mənalarına gəlir. B variantında result verilib. Əslində, əgər düzgün preposition verilsəydi, in sözü verilsəydi bizə, result'ı seçə bilərdik. Result in və yaxud result from sözləri ilə işlənir. Lakin bizə cümlədə belə bir preposition sözünü verilməyib. Ona görə B variantını çıxardırıq. Cavab olur D variantı. Cause, səbəb olmaq. Nəyəsə səbəb olmaq, böyük ziyana səbəb olmaq və yaxud da cause problems, məsələn, problemə səbəb olmaq, accidents, qəzaya səbəb olmaq və s. Heç bir prepositiondan işlənmir. Ona görə cavab olur D variantı. 28-ci sual. The Earth safe for the last 65 million years. Verilənlərə baxdıqda başa düşürük ki, bu sual zamanlarla bağlı sualdır. Ona görə gəlin cümlədə zaman siqnalını tapmağa çalışaq. Burada sizcə hansı söz bizə siqnal verir ki, biz hansı zamanı istifadə etməliyik? Siqnal sözümüz for the last 65 million years sözüdür. Əgər cümlədə for plus müddət işlənilibsə, biz başa düşürük ki, present perfect tense, yəni indiki bitmiş zamandan istifadə etməliyik. B variantında have been kept işlənə bilməz, çünki the earth tək bir şeydir, have ilə işlənməz. B variantını çıxardırıq. C və D variantları isə indiki bitmiş zaman deyil, keçmiş bitmiş zamandır. Ona görə cavab olur A variantı, has been kept. The earth has been kept safe for the last 65 million years. Yer kürəsi 65 milyon ildir ki, təhlükəsiz saxlanılıbdır. Və bu bitmiş zamanın məchul növüdür. 29-cu sual 28-ci sualın ardıdır. Gəlin ona görə cümləni tam şəkildə bir də mən tərcümə edim. Deyilir ki, yer kürəsi 65 milyon ildir ki, təhlükəsiz şəkildə saxlanılıb. 29-da verilənlərə baxırıq. A-da deyilir by complete failure. Yəni ki, tam uğursuzluq nəticəsində. B-də deyilir lack of luck, yenidən uğursuzluq, şanssızlığa görə 65 ildir ki, heç nə baş verməyib yer kürəsində. C-də deyilir by dreadful fate, qorxulu talih üzündən yer kürəsində 65 milyon ildir ki, heç bir şey baş verməyib, təhlükəsiz qalıb. Bütün bu verilənlər məntiqi deyil. 65 milyon ildir əgər yer kürəsi təhlükəsiz saxlanılmışdırsa, bu sadəcə ola bilər by good fortune, yəni xoşbəxtçilikdən, uğurlu təsadüf nəticəsində 65 milyon ildir ki, yer kürəsi qorunub saxlanılır təhlükəsiz şəkildə. Ona görə cavab olur D variantı. Burada həmçinin məntiqi necə tapmaq olar? A, B, C variantları hamısı negativ ifadələrdir. Sadəcə D variantı fərqlənir. Ona görə D variantı düzgün cavab kimi qəbul edilə bilər.
30-cu suala baxırıq. The sun with its stable circular orbit is said away most of the dangerous comets which might cross the Earth's orbit. Deməli, is said ifadəsindən sonra biz qərar verməliyik. To-lu feilimi seçməliyik, yoxsa ing-li və ya hər hansı tipdə bir feil. Biz bilirik ki, say sözü to ilə işlənir. Say-dən sonra mütləq hər hansı bir feil gəlirsə, bu feil to-lu feil olmalıdır. Ona görə cavab olur A variantı. Is said to scatter away most of the dangerous comets which might cross the Earth's orbit. Tərcümə isə bu şəkildə olur ki, deyilir ki, Günəş öz sabit dairəvi orbiti sayəsində yerin orbitini kəsə biləcək təhlükəli kometlərin əksəriyyətini uzaqlaşdırır. Burada scatter away ifadəsi uzaqlaşdırmaq deməkdir. Beləliklə, passage üçün izahını tamamladıq. Video faydalı oldusa bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək. Hələlik.